Müasir tarixçilərin belə bir sözü var. Əgər bir yerdə torpaq mübahisəsi problemi varsa, bilin ki, oradan bir ingilis keçib. Bəs bu yaxınlarda baş verən Pakistan-Hindistan torpaq mübahisəsi müharibəsində də bir ingilis barmağı ola bilərmi? Tarixlər 1756-cı ili göstərdikdə Fransa və İngiltərənin başçılıq etdiyi iki Avropa bloku arasında 7 il müharibəsi adlanan bir müharibə başladı. Müharibə İngiltərə blokunun qələbəsi ilə nəticələndi. Beləliklə Fransız müstəmləkəsi olan Hindistan ingilislərin əlinə keçdi. İngiltərə 1-ci Dünya müharibəsinə qədər bu bölgəni istismar etdi. 1-ci Dünya müharibəsində isə əgər bizim üçün vuruşsanız sizə müstəqillik verəcəyik deyirlər. Müharibə bitir, ancaq yenə ingilis ingilisliyini edərək sözünə əməl etmir. Bu tarixdən etibarən Hindistanda Gandhinin başçılıq etdiyi Hindu partiyası və Cinnahın rəhbərlik etdiyi Müsəlman partiyanın öncülüyündə müstəqillik hərəkatları başladı. Amma bu dəfə də 2-ci Dünya müharibəsi başlayır. İngiltərə bu dəfə mütləq müstəqillik verəcək, bizimlə vuruşun deyir. Amma Hindular bu dəfə buna inanmır. Bir qismi yenə Yaponlarla birgə vuruşur. İngiltərə isə andıra qalsın bu Hindistan deyir. Ya da bəsdir bu qədər müstəmləkəçilik deyib bu istismara son qoyur. Nəticədə İngiltərə 1947-ci ildə Hindistandan çəkilir. Burada Hinduların yaratdığı Hindistan və müsəlmanların qurduğu Pakistan adında iki dövlət yaranır. Amma bir problem var idi. İngilis yenə də ingilisliyini etmişdi və əhalisi müsəlman olan Kəşmir bölgəsinə hakim olaraq bir hindunu təyin etmişdi. Bu səbəbdən Kəşmir Pakistanla birləşmək istəmirdi. Hindistan isə bu adam mənim qardaşımdır deyərək Kəşmiri sahiblənirdi. Beləliklə ilk Pakistan-Hindistan müharibəsi başladı. Pakistan Kəşmirin kiçik bir hissəsini ələ keçirdi. Sonra Birləşmiş Millətlər bölgəyə müdaxilə edir və referendum keçirilməsini istəyir. Amma Hindistan buna razı olmur. Çünki əhalinin çox hissəsi müsəlman idi. Kəşmir isə hər iki dövlət üçün önəmlidir. Çünki su ehtiyatlarının mənbəyi məhz bu bölgədədir və bu ərazi Hindistanın əlində qalır. Daha sonra 1960-cı ildə iki dövlət su resurslarını bölüşmək üçün razılaşma imzalayır. Amma sonralar Hindistan öz nəzarətində olan əraziyə bəndlər tikir. Pakistan buna etiraz edir, amma nəticəsiz qalır. Hindistan isə mən sənin suyunu kəsmirəm ki, sadəcə bənd tikirəm, su yenə sənə çatır deyir. Amma axan bir suyun üzərində bənd varsa, o su istənilən an dayandırıla bilər. Nəticədə də elə oldu. 2025-ci ilin aprelin 26-sında Hindistana bağlı Kəşmir bölgəsinə bir hücum baş verir. 26 nəfər ölür. Hindistan bu hücumu Pakistanın etdiyini bildirir. Beləliklə 1960-cı ildə bağlanmış razılaşmanı pozur və Pakistana hücuma başlayır. Qısası ingilislərin vaxtında bilərək və ya bilmədən etdiyi bir səhv idarəçi təyinatı bu gün nüvə müharibəsinə səbəb ola bilərdi.